İrandan Türkiye'ye ballistik raket atıldı. İrandan atılan ballistik raket Türkiye'nin hava məkanında zərərsiz hala gətirilib. Global Info az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. İrandan atılan, İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında hədəfə alınaraq zərərsizləşdirilib. Nazirliyin bəyanatında əlavə olaraq qeyd olunub. Hatay vilayətinin 4 yol rayonunda düşən sursat parçasının sözügedən təhdidin havada məhv edilməsindən sonra istifadə olunan hava hücumundan müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək əzmimiz və imkanlarımız ən yüksək səviyyədədir. Türkiyə regional sabitlik və əmin-amanlığın tərəfdarıdır, lakin təhlükənin haradan və kimdən gəlməsindən asılı olmayaraq öz ərazisinin və vətəndaşlarının təhlükəsizliyini qorumağa qadirdir. Torpaqlarımızın və hava məkanımızın müdafiəsi ilə bağlı bütün addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Ölkəmizə qarşı yönələn hər hansı düşmən mövqeyə cavab vermək hüququmuzun saxlanıldığını bir daha xatırladırıq. İlk 2 həftə İran üçün kritik dövrdür. İqtisadi böhran baş verərsə Fərid Şəfiyevlə müsahibəsi. Global Info az beynəlxalq münasibətlərin təhlili mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevlə müsahibəni təqdim edir. Fərid bəy, ABŞ və İsrailin İrana hücumu və İranın cavab olaraq Təl-Əvivə, regiondakı ABŞ hərbi bazalarına ardıcıl zərbələr endirməsi fonunda yaranmış vəziyyəti necə xarakterizə edərdiniz? Hesab edirəm ki, bu gözlənilən bir hadisə idi. ABŞ və İsrail buna hazırlaşırdılar. Görünən odur ki, Vaşinqton və Təl-Əviv keçən il aparılan 12 günlük kampaniya zamanı tam hədəflərinə nail ola bilməyiblər. ABŞ və İran arasında danışıqlarda 4 əsas mövzu var idi. Nüvə silahı və proqramı, bundan irəli gələn uranın zənginləşdirilməsi, raket proqramı və proksilər. Tərəflər arasında danışıqlar zamanı son mərhələdə yalnız proksilər ilə bağlı razılıq əldə edilirdi. Digər 3 məsələ ilə bağlı konsensus əldə edilə bilmədi. Ona görə də ABŞ İsrailin təhriki ilə belə bir əməliyyata başladı. İran isə öz növbəsində məsələləri həll etmirdi və beləcə vaxt uzadırdı. 10-15 ildir ki, əslində bu motivdə danışıqlar aparılırdı. Barack Obama administrasiyası ilə müəyyən razılıq əldə edilsə də Donald Trump bunu ləğv etdi. Danışıqlar yenidən başladı, amma İran məsələləri köklü şəkildə həll etmirdi. Hiss olunurdu ki, ABŞ da məsələləri diplomatik yolla həll etmək istəyirdi, amma sonda İsrailin mövqeyi daha güclü çıxdı. Bundan sonra hadisələrin necə inkişaf edəcəyini demək çətindir. Donald Trump bu yaxınlarda elan etdi ki, əməliyyatlar 4-5 həftə davam edəcək və İranın əsas hərbi strukturu hədəfdir. Görürük ki, əməliyyatlarla strukturlar darmadağın edilir. Lakin nə dərəcədə müvəffəq olunacağı sual altındadır. İran da artıq keçən ildən müəyyən hazırlıq görülüb. İranın taktikasına görə proses uzadılır. Ümumiyyətlə, İranda mozaik bir hərbi struktur yaradılıb və müstəqil şəkildə bəzi əyalətlərdə hərbi komandanlar öz qərarlarını verə bilirlər. Digər tərəfdən biz görürük ki, İran ərəb ölkələrini də hədəf alıb. Bu ölkələrdə olan ABŞ hərbi bazaları əsas hədəf kimi vurulsa da, mülki obyektlərə də zərbələr endirilir. Buradakı əsas məqsəd həmin ölkələrdə ABŞ və İsrailə qarşı narazılığı artırmaqdır. Lakin bunu ümumi mənada uğurlu bir taktika hesab etmək çətindir. 28 fevraldan öncə bəzi ərəb ölkələri çalışırdı ki, məsələ diplomatik yolla həll olunsun. Bundan sonra nə olacağı indidən demək çətindir. Mən belə başa düşürəm ki, proses təxminən bir ay davam edəcək. Oman vasitəçiliyi ilə Maskatda, daha sonra Cenevrədə keçirilən danışıqlarda ilkin mərhələdə pozitiv mesajlar səslənirdi. Sizcə, hansı məqamda proses qırıldı və diplomatiyanın yerini hərbi əməliyyatlar aldı? ABŞ və İsrailin hücum qərarının arxasında hansı əsas faktorlar dayanırdı?